Bəli, deməli Yusifin ulu Tanrı qarşısında sınaq dövrü başa çatmış olur. Odur ki, o Tanrının iradəsi ilə özünü qardaşlarına tanıtırmaq istəyir və tanıtırır. Təbii ki, qardaşlar bu haldan yer aralansa yerin altına girmək və də ölüb bitmək hissi duyur. Yusif öz alicənablığı ilə onları danlamır və də Allah bağışlayandırsa, qoy elə Allah bağışlasın. Mən sizi əsla tənbih etmərəm. Qoy ulu Tanrı özü sizi əfv etsin. Tanrı mehribandır, bağışlayandır deyib, bu həsrətli görüş sevgiyle Kənana yönelir tabii ki, Yakup'un yanına müjdeyle. O Yusif Kənana gitmekte olsun, biz ise dönək biraz öz dünyamıza. Görək, Yusif'ten bize gelip çatan o büyük ürək, o büyük güdürət bizim hükümetimizde var mı görək? Bugünkü hakimiyyətdə. Elə əskər ölümlərindən başlayaq. Nəzərinizə çatdırım ki, bu ölümlərin heç biri erməni əskərləri tərəfindən öldürülməmişdirlər. Bu ölümlər öz içimizdən, Azərilər tərəfindən həyata keçirilmişdir. Birdən xəbər gəldi ki, qardaşı xəstəxanaya qaldırılıb çıxın gəldi. Yedəklər də öldürmüşdür. Görüblər, yalandan deyiblər ki, təzqin qalxıb, döyüb öldürmüşdür. Yolunu qədər düşkün. Sağlam uşaq, haqqın yolunu gedən oğlan, imansız, gəldi ki, düşdü hərbiyə. Deyirlər ki, o qızdırması qalxıb, sənədəni, bu nətər zəhərlənsə bunun neydi? Borunu gömür. Bədəni qırıb, ləkələr qaldı. O qədər görürlər ki, əskərlər o qədər görürlər ki, bədəndə ləkə qalır. Bədən çatdığını görür. Öz adamsın ki, dalaşır, gözlər. Yəni, bir dənə oldu ki, həmən o qatillər, əcnəblər tapıb. Kan da var, ha o? Türkmen kan edir.
Bak bu feryat, ana feryadı. Sizce bu feryat yerde mi kalacaktır? Sizce bu feryadı Allah karşısını almayacaktır mı? Bəli. Əskərin əsl ölümünün səbəbi gizlədilir. İfadə verdi ki, mən qəsdən vurmuşam. Deməli, həmən Samir Əliyevin sonra yəni ifadələri dəyişir, ya da ehtiyatsızlıq edilənlər qəsdən. Hələ ki, bu məlum deyil. Və ən nəhayət aprelin 5-dən deməli, qoşquşlarda qaldı Bakıda, Papanında. Bu günə qədər bir neçə dəfə əməliyyat olundu Türkiyədən və s. Və bu günə qədər də komadan ayrılmadı və bu gün səhər təqribən saat 10-5 dəqiqə qalmış dünyasını dəyişdi. İndi bu hökumət əskər ölümlərin səbəbi nədə gizlənilir? Çünki onların cavandırlar. Orqanları ələ keçir. Və bunun da arxasında Bantotel durur ki bunu ya özlərinə lazım olan yerlərinə xəstədirlər axı onların içi hamısı. Dəyişirlər ya da yaxşı qiymətə satıb pul əldə edirlər. Və Rəbb də bunu bilir. Çünki edən də özüdür onların içində. Məgər bunlar ermənidirlər? Deyil. Və ya Salam əzizləyicilər, bildiyiniz kimi fikirlərinizi bildirəm. Hələlik. bu Bakıda baş verən hadisələrdir və insanlar kimi dubinka ilə, kimi təpiklə ayaq altında əzilirlər və prezidentimiz deyir: Azərbaycan inkişaf edir. Deyil, Azərbaycan ən geridə qalan bir ölkədir. Bunu Ərəb özü gözəl bilir. Bunun üçün kimsə qınanılmır. Çünki bu yazı bu xalqın alnına buyurun xanımı yıxır. Buyurun dubinkalayır. Əgər o günü mən o polislərin maşınına könüllü əyləşməsəydim, ikinci kərə ki məni polisə apardılar, Sidenyanın üstündə 2 dənə dubinkanı hazır qoymuşdular və mən bunu gözlərimlə gördüm. Ki mən maşına əyləşməsəm, o dubinkalarla məni bax beləcənə əzəcəkdilər. Amma mən könüllü maşına oturdum çünki bu mənim istəyim deyil ki, bu Rəbbin istəyidir.
Ərəbdə istərsəydi mənə kimsədən xəsarət gəlməzdi. Ona görə də kömürlü əyləşdim və getdim. İndi bax bu polis, Azərbaycan polisi, Azərbaycan hökuməti, Bandotelin törəmələri bu xalqı bugünə qoyur. Xalq səndən nə istəyir? Xalq haqqını istəyir. Başqa bir şey istəmir ki. Demir ki, arvadını mana ver. Demir qızını mana ver. Demir nə bilim nəyini mana ver. Deyir mənim haqqımı özümə ver. O qədər. Bundan artıq nə istəyir? Belə verə bilmədi. İndi belə verəcəksən. İndi rəbb özü səndən onu alacaq və bu xalqa qaytaracaq. Sevə-sevə, davasız, şavasız. Nə dubink olacaq, nə hüccət qədər. Bir fikir olmalıdır, bu fikri də. Ulu Tanrı yolunda savaş bir adamın kılınç çalması değildir. Ne de dubinka ile halkı ezip yıkması. Əsil savaş, əsil mübarizə ailesini, atasını, anasını, bacı qardaşını, yaxınlarını təmin edib dolandıran, onları büyüdüp boya başa çattıran kişinin çalışmasıdır. Yani bu savaş yalnız insana rüsvayçılık getirmekten başka bir şey değildir. Burada bir zor da var idi. Halka karşı zorakılık edenlerin ve belelerine yardım gösterenlerin yeri cehennemliktir. Bunu Allah'ın Resulü deyir. Ben değil. Bu da zorakılık değil demek. Halka karşı çıkmıştınız ve deyirsiniz ki Ermeni torpaqlarımızı alır. Evvela Erməninin bu torpaqda hakkı vardır. Bu karşı durma da tarihten gelir. O da olmalıdır. Bu İncil kitabıdır. Bu temeldir. Bunu derk etmeden Kur'an okumanın hiçbir faydası yoktur. Peygamber buyurur. Burada yazılır. Sanmayın ben yer üzerine sülh getirmeye gelmişim. Ben sülh değil, kılınç getirmeye gelmişim. Çünkü ben oğlu atadan
Qızı anadan, qaynananı gəlindən, milləti millətdən, qardaşı qardaşdan ayırmağa gəlmişəm. Və hər kəsin düşməni ev əhli olacaqdır. Və onlar biri-birini ölümə təslim edəcəkdir. Odur ki, bunun üçün sizi mən qınamıram. Çünki bunu bizim alnımıza Allah yazıb. Allah'ın yazısına da pozu yoktur. Alnınıza ne yazılıpsa, alın yazısı var mı burada? Resmi. Burada değil. Carçısı. Kitapta yazılır ki alnınıza ne yazılıpsa o da olacaktır. Yani bundan kimse kaçabilmeyecek. Buyurun buradadır. Tapdım. Eğer ölmekten yaxud öldürülmekten ve yaxud da ki deyək ki rəmzi mənada başınıza gələn bir müsibətdən qaçmaq istəsəniz, hara qaçırsınız qaçın, alnınıza ne yazılıpsa o da olacaktır. Bu kadar. Bu da Kur'an. Bu da Kur'an. Biz neden düşməni ermənidə axtarırıq bu düşmənçəliyi? O öz hesabında, öz dünyasında hesabını verecek Allah'a, biz de öz hesabımızda. Biz gəlin əvvəlcə deyir o öz gözündəki tiri gör, sonra özgənin gözündə tük axtar. Sen bu kadar özün öz milletine zalim kesildiğin halda sen hansı haktan danışabilirsen, hansı inkişaftan danışabilirsen, senin halkın ayak üstü, gezmek iktidarında değil, tepik altta eziler, herkes ezildiği halda sen inkişaftan danışırsın. Bu ne kadar doğrudur. Git papağını qabağına koy, yaxşı-yaxşı düşün ve gör ki zorakılığa karşı o cəhənnəm əzabının dadı ne olacak? Mən falçı değilim. Bu senin öz problemindir. Bu xalqa zorakılıq edenlere aittir. Herkes öz payına deyir ki, hikmete bak, hikmetli, misilsiz değeri var bu hikmetli kelamın. Söz kimindir götürenin, yerdeki oturanın. Herkes öz sözünü götürsün ki nice cehennem odunda yanacaktır. Onu ben bilmirəm. Ben hiç kime bunu hiç arzu da etmirəm. Bugün barışık günüdür. Yusuf kardeşleriyle barışır ve de Kenan'a atasının görüşüne gelir. Benim de bugün küçük kızım mənə nəvəmin dişi çıkmıştı. Herkese diləyirəm bu nəvə payından görmeyenler de görsün deyirəm. Ve o mənə onun rəsmlərini gönderdi ve dedi ki, yani buradaki nəvələrim senin yanına gelmek istəyir, ataları koymur. Dedim, niye abala? Dedi ki, güya mən demişəm ki, məni silin həyatınızdan. Deyirəm ki, mən onu demişəm, ama niye demişəm? Niyəsini də bir öyrəndin mi? Deyir, demədi. Deyirəm, axı, mən zəng etdim ki, yəni nəvəm mənə əvvəl zəng etdi ki, nənə, ağlaya-ağlaya uşağın az qalır ürəyi çıxsın, mən o küçələrdə divanə kimi gəzən anlardan danışıram. Mamam ağlayır, susmaq bilmir. Uşağın az qalır ürəyi çıxsın, anıya sual verir, niyə ağlayırsan, deyir, nənən məni bugünə salıb. Mən də anaya nə deyim? Mən də həyat yoldaşına dedim ki, bu müvəqqəti bir şeydir, keçib gedəcək. Git, uşaqlarının anasını sakitləşdir. Kürəkən mənə deyir ki, Ema xala, sizin bu əməliniz bizim başımızda çatlayacaq. Deyirəm, bala, sən də mi elə düşünürsən? Dedi, hə. Dedim, onda elə bilin ki, dəli olmuşam, silin məni həyatınızdan. İndi bu uşaq bu boyda böyük alimlər,
Bu boyda yazıb pozanlar qanmır. Bu uşaq hardan qansın ki, mən kiməm, nəyəm, niyə eləyirəm? Özünüz də görürsünüz ki, ayı artıq keçir. Keçən ayın 14-dən, yox, keçən ayın əvvəlindən başlayıb bu şey. Ay yarımdır. Düz ay yarımdır ki, mən bu işin arxasınca gedirəm. Nəhayət ki, bugün bu barışıqda dedim ki, mən böyüyəm. Böyüklük pislikdən çəkinməkdədir. Böyüklük bağışlamağı bacarmaqdadır. Böyüklük danlamaqla həyata keçmir. Hörmət odur ki, sən hörməti edirsən. Ədalət odur ki, sən insana ədalətlə, nəzakətlə davranırsan deyib, dəstəyi aldım və dedim. Telefon nömrəni yığdım və kürəkəni çağırdırdım. Dedim, abala, indi də mənə şərmi atırsan. Dedi, nə olub, Ema xala? Dedim, Bəhiştat, bilirəm, biz elə bir zamanda yaşayırıq ki, qaşıq çömçədən iridir. Bunu mən bilirəm. Amma səni də qınamıram. Nə də sənin mənə dediklərinə görə sənə şək də etmirəm. Amma sən mənə niyə şər atsan, qadan alım, dedi, nə olur? Dedim, bə sən deyirsən ki, Ema xala dedi ki, mən nəvələrimi istəmirəm, sildim sizi. Mən nə zaman istəmədim nəvələrimi? Hansı nənə nəvələrini istəməz? O, daş ürəkli ola bəlkə. Amma mənim ürəyim daş ürəkli deyil. Mənim ürəyim çox incədir. İstəyirəm nəvələrimi. Bu nə demək idi? Özünüz anlayın. Özünüz anlayın və gedin əvvəl öz qoltuğunuzun altını iləyin, görün ki, siz kimsiniz özünüz. Bəlkə elə sizin də içinizdə qarışığı var bu erməninin. Çünki bu dünya qurulandan bu hamısı qarışıq gəlib. Bəlkə elə, bəlkə siz də elə, o bir dəfə şəkil qoymuşdular ki, Heydər Əliyevin anası Metis'dir. Bu hamısı qarışıq gəlib. Yalnız Peyğəmbərlər nəsli, yeganə Peyğəmbərlər nəsli o torpağa əysən və afərinlər bir ovucdan yeyər, bir xəzinə verər. Yalnız bu millət, bu nəsil Azəri nəslidir. Onun yerdə qalanı hamısı qarışıq. Qarışıq millətdir. İndi Azərbaycanlı olmağına baxma. Çünki bu millət müdam biri-birinə qız verib, qız alıb, qız verib, qız alıb. Odur ki, o paxıllıq hissi sizdə də var. Xalqın malını mənimsəmək sizdə də var. Xalqın sərvətlərini mənimsəmək sizdə də var. Ermənidə də var. Eyni nəsilsiniz siz. Sadəcə dil dəyişib. Devrə, zamana görə dil dəyişib. Amma qarışıqda hamınızın içində o qarışıqlıq vardır. Budur, burada da barışıq günü vardır. Məyər Yaqubun böyük oğlanların əksəriyyəti Ermənidən, Rusdan, Türkdən olmayıb. Yeganə Yusif Azərdən, Azəri qızından olandır. Və Allahın ev əhli də məhz Azərilərdir. Bu hikmət bunu söyləyir. Qardaşlar da deyir ki, biz Peyğəmbərlər nəslindənik. Tarix də deyir ki, bu müqəddəs torpaqda Peyğəmbərlərin izi və qanı tapılacaqdır. Onu bu kitab deyir. Bax, bu kitab deyir ki, Babildə qədim Kənanda bugünkü, dünənki xarabatda, bugünkü Gəncədə Peyğəmbərlərin izi tapılacaqdır. Bu həmin gündür. Bu həmin andır. Və Yusif də elə qardaşları ilə barışandan sonra Kənana yollanmışdır. Kənan
dünyanın başlangıcıdır. Herkes buradan boyatıp, buradan böhrelenip ve dünyanın, beşerin artması üçün dünyaya səbələnibdir. Dünya belə yaranıb. Amma hər kəsin kökü, hər kəsin irqi, hər kəsin əcdadı Azəridir. Odur ki deyilmiştir. Millətçilikdən o adamlar danışarlar ki, savadsızdırlar. Onlar bilməlidirlər ki, bütün insanların irqən əcdadları birdir. O da Azəridir. Bunu kulağınızı açın. Yaxşı-yaxşı dinləyin. Bəli, Yusiflə Yaqub görüşür. Ulu Tanrı Yusif'in duasını eşidir. Allah Taala'nın en sadik bendeleri sırasına Yusif peygamberin de adı bak beləcənə düşür ve Yusif güzellik, temizlik, rəmzi kimi əbədi yaşayır. Ve Yusif'ten bize temizlik, güzellik, əlamətləri, düzümlülük, temkinlilik, səbr gəlib yetişir. Ama bunu bir memur, bir hükümet adamı, hiç prezidentimizin özü de bunu dərk edə bilmir. Odur ki, Leyla Yunis deyir. İlham Əliyev kitab oxumur. Oxusa belə bunu kim anlaya bilərdi ki? Leyla Yunis özü de hiç bunları oxumamışdır. O, Slavyan missionerlərine qulluq edirdi. Özü de anlamırdı ki, o hansı yolu gedirdi. Xədicə də onunla eyni yoldaydı və bu yolda çoxları var idi. Onların yolu tamam başka bir şeydir. O yuxudur, o xəyaldır, o uydurmadır. O kitabı mən hara qoymuşum, gözüm o kitabı axtarır. Slavyan missionerlərinin fəaliyyəti düşmənçilik mahiyyəti xüsusi qüvvə ilə Böyük Oktyabr inqilabından sonra üzə çıxmağa başlamışdır. Missionerlərin vəzifələri Allahsız şeytan dünyasının məhv olacağını hələ o zaman qabaqcadan xəbər verirdilər. Slavyan missionerlərin yeni fəallaşma dövrü faşist Almanyasının darmadağın edilməsindən sonra başlamışdır. Slavyan missionerlərinin prezidentləri bunlar olmuştur. Xülasə ki, bugün kəşfi kifayət
Bugünə kifayətdir, lap sabah verərəm, nə bilim nə, xülasə ki, bax bu misionerlər yer üzərində insanlara cənnət bəxş edirlər. Güya ki, cənnət bəxş edəcəklər. Burada da Yahvanın şahidləri adamlara yer üzərində cənnət vəd edirlər. Özü də lap yaxın vaxtlarda, amma hələ də gəlib çıxmayıb. Görürsünüz, bax bu Yahvanın şahidləri. Amma illər keçib, onlar bunun üstündə nə qədər insanları öldürüb, nə qədər insanları məhv edib, bura nə qədər insanları çap edib, cəlb ediblər. Amma hələ də cənnəti ardından gedirlər. Cənnəti Allah özü tutacaqdır. Burada da dinləyin məni, ey mənim dindar qardaşlarım, mənə Allahın xeyir duası nazil olub. Bu vaxtadək Allahımız saydığımız İsus Xristos mənə bildirir ki, o yeganə Allah və olan Ata Allah Yahvanın ancaq sədaqətli oğludur. Bu da boşdur. Görürsünüz, Biblia xal. Bunlar elə bilir ki, bu vəsiyyətlə İsa gələcək, göydən uçub gələcək və yer üzərində Yahvanın şahidləri və Slavyan misionerləri cənnət bəxş edəcək. Amma İsa уже gəlib, İsa buradadır və o artıq qadın donunda gəlib, onun da sehrini bizə açdı ki, tək Allahın adında cəm olub bu hikmətin sirri nə erkəkdir, nə dişi, təkrar devr edilir. Budur. Allah Teala qadın donunda zühurda bulunubdur. Amma onlar öz işlərində olsun, biz də öz yolumuzda. Görək indi daha nə göstərəcək Allah bizə bu tuttuğumuz yolda. Sevgi ilə qalın. Daim yüzünüzə sevinç dolu gülüş nəsib etsin Rəbbim hər kəsə diləyə.